Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Allahu Teala fi kitabil kerim. Bismillahirrahmanirrahim. Ve in ta'uddu ni'metallah la tuhsuha innallaha lagafurun rahim. Sadakallahul aliyyul azim. Allah ibadət, itaətlərimizi qəbul eləsin. Allah Teala bu cümə gününü bütün möminlərə mübarək eləsin. Allah şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin. Allah dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin. Ordumuzu qorusun. Düşmən gülləsindən, hiləsindən mühafizə eləsin. Həzrəti İmam Rıza əleyhissalam bir gün öz səhabələrinə buyurur ki, Peyğəmbərlərin libasına bürünün. Buyurdular, ey imam, Peyğəmbərlərin libasına bürünmək nədir? Buyurdu ki, dualar eləyin. Peyğəmbərlərin libası duadır. Allah dualarımızı qəbul eləsin inşallah. Allah bu Şaban ayında edilən duaları qəbul eləsin. Cümə günüdür, əziz gündür. Bir neçə kəlmə Allahın buyurduqlarından ərz eləyək inşallah. Oxuduğum ayə bundan mənası bundan ibarətdir ki, buyurur, əgər Allahın neymətlərini saymalı olsanız, əsla sayıb qurtara bilməzsiniz. Allah bağışlayan, rəhimlidir. Əlbəttə, Allah Teala biz insanlara saysız hesabsız neymətlər bəxş eləyib. Allahın neymətləri hamısı insan üçündür. İslamda bir neymətlər var, bir də xeyir var. Əgər Allahın biz neymətlərini faydalanmaq istəsirik, Allahın neymətlərindən yaxşı istifadə eləsək, faydalansıq, gərəkdir o neymətləri gərək xeyrə çevirəsən. Əgər Allah sənə hansısa bir neyməti veribsə, sən onu xeyrə çevirmirsənsə, o neymətə qarşı sən nankor olursun. Allah Teala sənə gözəl vücud verib. Ləqəd xələqnəl insana fi əhsəni təqvim. Allah buyurur ki, insanları gözəl surətdə xəlq elədik. İnsanın vücudunun gözəlliyi özü bir neymətdir. Əgər bizə Allah bu əlin neymət olaraq veribsə, gərək bu neyməti gözəl işlərə görə istifadə eləyəsən. Əgər sən o neyməti, bu əl olaraq bir neyməti oğurluğa, digər bir şeylərə istifadə eləsən, sən o neymətə qarşı nankorluq eləmiş olursan. Əgər Allah sənə bu neymət olaraq bir dil veribsə, gözəl danışmaq veribsə, sən o danışığı qeybətə, digər bir şeylərə, bir insandan haqqında pis sözlər, böhtan, bu cür sözlər danışacaqsansa, Allahın o neymətinə sən nankor eləmiş olursan. Ona görə Allah Quranda buyurur ki, insan nankordur. Ona görə, əgər Allahın neymətlərini biz, nətər deyək, xeyrə istifadə eləsək, Allaha qarşı biz neynürük, bəndəlik eləmiş oluruq. İnsanın cavanlığı, insanın hər bir şeyi, gözəlliyi Allahın neymətidir. Hərəkət eləməsi, insanın ruzisi, Allah tərəfindən verilməsi bu insan üçün bir gözəl bir neymətdir. Ona görə Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, siz istəyərsiniz Allahın neymətlərini sayasınız, sayıb qurtara bilməzsiniz. Və indi bu neymətlərin müqabilində də nə etmək lazımdır? İnsan gərək nə etsin? Şükür eləsin. Şükür. Şükür insanın neymətini artırar. Əgər bir insanın maddi tərəfindən durumu azdırsa, yenə şükür eləyirsə,
Allah ona çoxluğu göstərər. O azı əgər biz çox bilsək, Allahın bu nemətinə şükür eləsək, Allah Teala o bolluğun nə cür olmasını insana əta eləyər. Əgər çox da olsa, ona qane olması, şükür eləməsi, Allah Teala insana nəyə göstərir? O yoxluğun nə olmasını insana datdırır. Ona görə hər bir insan Allahın verdiyi nemətlərinin müqabilində gərəkdir Allaha şükür eləsin. Şükürün ən aşağısı budur ki, şükürün. Və bunu bilir ki, hamımız bilirik ki, bu nemətləri, bizə ruzini, hər nə varsa bunu bizə əta eləyən Allahdır. Bu da şükürün ən aşağı mərtəbəsidir. Şükür buyururlar ki, təkcə dildə olmaz əlhəmdülillah demək, əlhəmdülillah ki deyirsən, bu da əslində şükürün 3 dənə mərhələdən ibarətdir. Biri budur ki, yəni neməti bəxş etmiş kəsin kimliyi barəsində. Gərək biləsən ki, sənə bu neməti kim verir. İkincisi budur ki, insan dili ilə təşəkkür eləmək. Birinə görsən, gözəl bir ehsan eləyir, təşəkkür eləyirsən onun müqabilində. Amma Allah Teala gör bizə nə qədər nemət veribsə, biz öz dilinin təşəkkürü odur ki, Allaha şükür eləmək, əlhəmdülillah demək. Üçüncüsü də əməldə o şükürü neynəmək, həyata keçirtmək. Bəli, İmam Sadiq əleyhissalam buyurur ki, neymətin şükürü günahlardan çəkindirər. Əgər bir insan Allahın bu neymətlərinə şükür eləsə, insan o günahdan neynəyər, çəkinər. Və buyururlar ki, şükürün növləri də 2 qismdir, biri təkvinidir, biri də təşiridir. Bir misal deyim, buyururlar ki, bir bağban bağda ağaclara xidmət eləyir. Görürsən, ağac əkirsən, ona xidmət eləyirsən. Və ağacın o bağbana verdiyi meyvələri ki, görür, həvəslənir, daha da o ağaca xidmət eləmək istəyir, qulluq eləmək istəyir. Və qulluq elədikcə ağac da öz meyvəsini neyniyir? Çoxaldır. Öz meyvəsini çoxaldır. Sanki ağac öz bağbanına Allahın dili ilə deyir ki, biz bu qulluğa layiqik. Bizə xidmətini biraz da artır. Biraz da artır. Və bağban da onların buna layiq olmasını görür, yəni görür onların çağırışına cavab verir. Biz, Allah Teala bizə ki o neymət verib, o neymət ki insanın Allaha qarşı elədiyi bəndəliyə bir misaldır ki, yəni insan Allahın bu neymətlərinin müqabilində gərək Allaha şükür eləsin. Şükür eləsin. Əks halda isə insan buyururlar ki, əks halda o ağac əgər meyvə vermirsə, quruyur və nəhayətdə odunacağa çevrilir. İnsan da bu cür nədir? Allahın buyururlar bizə bəxş etdiyi neymətlərin qarşısında istər fikri olsun, istər dili ilə və yaxud da hərəkəti ilə şükür etdiyi zaman Allahın ona bəxş etdiyi də bir neymətdir. Əgər biz Allaha şükür eləyiriksə, Allahın neymətlərinə, bu özü də bir neymətdir ki, bizim ləyaqətimiz var Allahın neymətinin müqabilində Allaha şükür eləmək. Bir gün Həzrəti Musa əleyhissalama Allah Teala bir vəhy göndərir, buyurur ki, ya Musa, şükrünün haqqının ödəməsini ki eləməlisən, şükrün haqqını ödə. Musa Allaha cavab verir, deyir, ilahi, sənin şükrünün haqqını necə verə bilərəm axı? Sənin şükrünün haqqını necə verə bilərəm axı? Çünki hər zaman sənə şükür etdiyimdə bu şükrün özünə bir neymət olduğu üçün neymətdir. İnsan nə qədər Allaha şükür edirsə, o da Allahın insana əta elətdiyi bir neymətdir. Yəni şükür özü də bir neymətdir. Yəni o şükrü sən ödəyə bilməzsən. Hazreti Musa'ya Allah Teala buyurur ki,
ey Musa, sən artıq bu sözünlə mənim şükrümün haqqını ödədin. Çünki şükür etməyə müvəffəq olmağını da məndən bilirsən. Yəni, insan şükür eləməklə Allah yanında, öz işlərində müvəffəqiyyət qazanır. Və Allahın insana bəxş etdiyi bu neymətlər, bütün neymətlər möhtəşəmdir. Sözümün qəsdi bundadır ki, Allah Taala'nın bizə verdiyi o neymətlərin içərisində də ən böyük neymət su neymətidir. Su, istifadə elədiyimiz su neyməti. Su da bir neymətdir. Bütün canlılar, hər bir şey, insanlar, yaranmışlar, hər bir varlıqlar su ilə nəfəs alır, su ilə qidalanır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, hər bir heyvanı, yəni canlıları bir sudan, yəni nütfədən yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaqlıdır, bəzisi isə dörd ayaqlı üstündə gəzir. Allah istədiyini yaradır, həqiqətən Allah hər şeyə qadirdir. Yəni, yer üzündə nə qədər canlı varsa, hamısı sudan istifadə edir. Hətta şəriətdə də vardır ki, əgər qonşun kafirdirsə, ona su vermək sənə vacibdir, əgər səndən su istəsə. Hədislərdə vardır ki, su xanım Fatimə Zəhra əleyhissalamın mehriyəsidir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, və cəalnə minəl mai kullə şeyin hayyin. Buyurur ki, hər bir canlını sudan yaratmışıq. Allah Teala hər bir canlını sudan xəlq eləyib və buyurur, sudan xəlq eləyib. Yəni, burada ayədə ki, göstərilir ki, bir neçə nöqtələr vardır ki, yəni, insanın sudan yaranması, sudan xəlq olunması və bütün canlı, istər bitki, istər heyvanat aləmi, hamısı sudan asılıdır. İslamda hətta insana suyun faydası da vardır ki, İnsan suyudan istifadə eləyəndə nə cür nə istifadə eləməlidir? Hansı qaydada, şəriətimizdə də vardır ki, insan gecələr oturduğu yerdə sudan istifadə eləsin. Sudan istifadə eləsin. Və ayaq üstə su içmək məkruhatdır. Su içəndə tələsməmək, 3 nəfəsə içmək, sərin su içmək və Bismillahla başlayıb Əlhəmdülillahla qurtarmaq və suyu içəndən sonra Həzrət İmam Hüseyin əleyhissalama salam göndərmək, bu da müstəhəb bir əməllərdən sayılır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Əl-ləzi ənzələ minəs-səmai ma'in ləkum minhu şərabun və minhu şəcərun. Buyurur ki, göydən sizin üçün su endirən odur, ondan sizdə içində otardığınız və ağaclar da içər. Yəni, o sudan insanlar da istifadə eləyir, heyvanlar da istifadə eləyir, ağaclar da, bitkilər də hamısı o sudan istifadə eləyir. Allah Teala ibadət itaətlərimizi qəbul eləsin. Allah Teala bu cümə gününü bütün möminlərə, müsəlmanlara mübarək qərar versin. Allah Teala günahlarımızı bağışlasın. Allah gələn günlərimizi xeyrən vəddər eləsin. Əssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər alı Peyğəmbərə salavat ediləyək. Allahümmə salli əla Muhammed və ali Muhammed.